2025-ci il ölkəmiz üçün bir çox istiqamətlər üzrə uğurlar ili idi. Bölgəyə sülhü gətirmək, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış, ənənəvi müttəfiqlərlə əməkdaşlığın möhkəmləndirilməsi, yeni tərəfdaşlıq əlaqələri ilə xarici siyasətin şaxələndirilməsi, enerji sahəsindəki uğurlar məhz yola saldığımız ilin ən mühüm nəticələri idi. Ötən il Prezident İlham Əliyev 309 tədbirdə iştirak edib, 20 ölkədə xarici, 38 dəfə isə daxili səfərdə olub. Valla neçə aydır? 13 günlük. 13 günlük. Bəli. Maşallah. İşğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır. Oba-oba, kənd-kənd, şəhər-şəhər. Artıq 32 yaşayış məntəqəsi öz sahiblərinin ixtiyarındadır. Biz Böyük Qayıdış proqramını uğurla icra edirik və bugün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. 32 kənd, qəsəbə və şəhərdə keçmiş köçkünlər yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. Ağdamın Xıdırlı kəndi. Ev sahiblərinə mənzillərinin açarlarını Azərbaycan və Qırğızistan prezidentləri birgə təqdim edəcəklər. Laçın şəhəri, Sus və Zabuq kəndləri, bugün isə Bəylik kəndi. Böyük qayıdışın növbəti məntəqəsi ev sahiblərini qarşılayır. Prezident İlham Əliyevin iştirakı ilə. Şübhəsiz bugün Kərkicahanlılar üçün unudulmaz gün olacaq. Öz doğma evlərinə, yurt yuvalarına qayıdışı bu qələbənin və qayıdışın müəllifi ilə, Prezident İlham Əliyevlə birgə yaşayırlar. Dövlət başçısı yerli televiziyalara son müsahibəsində isə böyük qayıdışla bağlı növbəti ilə dair planlara da aydınlıq gətirirdi. Bu il bir neçə dəfə biz burada yaşayanların sayını artıra bilərik. Amma hələ ki heç bir rəqəm demək istəmirəm.
Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq. Şəkil çəkdirmə aparırsınız. Kəlbəcərə böyük qayıdışın daha bir təzahürü. Salam aleyküm qardaş. Sizindir bunlar. Xeyr, sürücüyəm. Siz kimindir bəs? Yəsi burada. Hansıdır? Yəqin ki, elə biri bu qardaş olar. Dayı salam aleyküm. Xoş gördük. Sağ olun. Gözəsiz. Sizin təsərrüfatdır bu. Hə, elə yəni Biz Azərbaycan televiziyasındanıq. Əslində bu da bir böyük qayıdışın daha bir təzahürüdür də. Qayıtmışsınız, öz təsərrüfatınızı qaytarmışsınız. gözəl, çox məmnunum. Kəlbəcərlisiz? Kəlbəcərliyik. Yəni bu Ağqaya kəndindənik. Nə vaxtdan qayıtmışsınız, yəni burada bu təsərrüfatla məşğulsunuz? Elə bu il gəlmişik. Məcburi köçkünlük dövründə də bu işlə məşğul idiniz. Harda məşğul olurdunuz? Yox, biz Bərdədə oluruq. Hə, orada elə belə Mal heyvanı orada saxlayırdınız. saxlayırdıq da, gücümüz çatan saxlayırdıq. Azərbaycan və Ermənistan liderlərinin 2025-ci ilin iyulunda Birləşmiş Ərəb Əmirlikliyinin paytaxtı Əbu-Dabidəki görüşü sülhə gedən yolda olduqca əhəmiyyətli dayanacaqdır. Görüş sonrası tərəflərin verdiyi bəyanatlarda ziddiyyətin olmaması Bakı və İrəvanın bir çox vacib məqamlarla bağlı konsensusun bir addımlığında olmasına dəlalət edirdi. Azərbaycan və Ermənistan liderlərinin 4 saatdan artıq, müəyyən fasilələrlə 4 saatdan artıq davam edən görüşü sona çatdı. Sülh müqaviləsi gözlənirdimi? Bu görüşün məqsədi sülh müqaviləsinin Əbu-Dabidə imzalanması deyildi. Məqsəd sülh müqaviləsi üçün, onun imzalanması üçün mövcud maneələri aradan qaldırmaqdan ibarət idi. Müharibəni qazandığımız kimi sülhü də qazandıq. Avqustun 8-də Ağ Evdə sülh müqaviləsinin paraflanması əslində Azərbaycanın 8 noyabr qələbəsinin davamı və sülh gündəliyinin reallaşması idi. Səkkiz rəqəminin bizim üçün məxsusi yeri var. 8 noyabr qələbə günü kimi Azərbaycan üçün tarixi dönüş nöqtəsidir. Numerologiyada da 8 rəqəmi taleyin dönüş nöqtəsi kimi şərh olunur. 2025-ci ilin 8-ci ayının 8-ci günündə Vaşinqtonda Azərbaycan üçün daha bir tarixi dönüş anı yaşanır. Sənədi zəhmət olmasa göstərək. Bu həqiqətən tarixi gündür. Biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trump düzgün qeyd etdiyi kimi, yeni beynəlxalq sülh və rifahla bağlı Trumpın yolu yeni bağlantı əlaqələrini yaradacaq. Sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq və sabitlik sayəsində çox saylı ölkələr üçün bağlantı imkanlarını yaradacaq.
münaqişənin tarixdə qalmasından sonra ömrü süni nəfəs aparatı ilə uzadılan ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycanın haqlı tələbləri sırasında idi. Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq Ermənistan qarşısında. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir halda ki, artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de jure qalması tamamilə məntiqsizdir. Vaşinqton sənədi Azərbaycanın və Azərbaycan liderinin növbəti tarixi qələbəsidir. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan sülhü də qazandı. ATƏT-in Minsk qrupunun buraxılması, Ermənistanın konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasının çıxarılması ilə bağlı Azərbaycanın haqlı tələbləri Vaşinqtonda qəbul edildi. Və nəhayət Zəngəzur dəhlizi. Zəngəzur dəhlizi də Azərbaycanın növbəti tarixi qələbəsi olaraq reallaşmaqdadır. Prezident İlham Əliyev yeni dönəmi yerli telekanallara müsahibəsində belə xarakterizə edir. Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən il 2025-ci ildə Azərbaycan-Ermənistan müharibəsinə siyasi nöqteyi nəzərdən son qoyuldu. Və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir? Bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Əsrin müqaviləsi və Bakı-Tbilisi-Ceyhan xətti Azərbaycanın neft ehtiyatlarını dünya bazarına çıxarmışdısa, 2018-ci ildən istismarda olan Cənub qaz dəhlizi Azərbaycan qazı üçün eyni uğur hekayəsini yazmaqdadır. Bu il Azərbaycan qazı ilə isinən ölkələrin sayı 14-ə çatdı. Artıq Suriyada Azərbaycan qazının alıcıları sırasındadır. Avropadakı sonuncu dayanacağımız isə hələlik Slovakiyadır. Türkiyə, Gürcüstan, İtaliya, Yunanistan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Ukrayna və Suriya ilə yanaşı ötən ilin dekabrından etibarən Slovakiyada Azərbaycan qazının alıcıları sırasına qoşulub. Bu vaxta qədər Slovakiya Ukrayna üzərindən keçməklə Rusiya qazını əldə eləyirdi. Bu tranzit xəttin adı qardaşlıq adlanırdı. İndi təbii ki, qardaşlıqdan əsər əlamət yoxdur. Və üstəgəl bu müqavilənin müddəti 2024-cü ildə sona çatırdı və digər Avropa ölkələri kimi Slovakiyada alternativ axtarışındaydı və bu vəziyyətdə Azərbaycan ən etibarlı tərəfdaş ola bilərdi və oldu da. Həmrəylik halqası layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumu imzalanıb. Bu sənəd Avropa daxilində Azərbaycan qazının interkonnektorlar vasitəsilə daha böyük coğrafiyaya çatdırılmasını təşviq edir. Bizim zəngin qaz yataqlarımız bugün imkan verir ki, dünyanın bir çox ölkələrinə biz təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan
ölkə olaraq biz birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə olunacaq və təbii ki, həm Slovakiya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir və bugün 8 Avropa İttifaqına üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Ancaq Azərbaycan həm də gələcəyə baxır. Ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji sahəsində də ardıcıl layihələr icra edilir, generasiya gücləri artırılır. 2025-ci il ərzində də bu yanaşma özünü praktikada göstərməkdə idi. Qarabağ və Şərqi Zəngəzurun bərpasında başlıca prioritetlərdən biri bölgənin yaşıl enerji imkanlarından, potensialından istifadə olunmasıdır. Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları bunun praktik nəticələridir. 8.6, 8.8 və 5 meqavat gücündə su elektrik stansiyaları ölkənin generasiya güclərinə qoşulur. Exactly by 2030 İmzalanmış müqavilələrə və sərmayə ötəliklərinə əsasən deyə bilərəm ki, 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpa edilmiş enerji gücünə malik olacaq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Yəni Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpa olunan enerji hesabına. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac olunacaqdır. Şübhəsiz 2025-ci il Bakının öz tərəfdaşlarını artırması, eyni zamanda ənənəvi tərəfdaşlarla əlaqələri yeni çalarlarla zənginləşdirməsi ilə xarakterli idi. Vaşinqton samiti yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə yox, həm də Vaşinqtonla əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi idi. Tərəflər arasında strateji tərəfdaşlıq xaritəsinin hazırlanması məqsədi ilə işçi qrupunun yaradılması haqqında sənədin imzalanması da Vaşinqtonun Bakı ilə əməkdaşlığa verdiyi önəmin ən ali təzahürü idi. Siz böyük lidersiniz. Well, he'll get me a no. No, Azerbaijani press will hear that. Great leader. He's a great leader too. Great leader. Böyük lider mənim yanımda əyləşib. Mənim sizin üçün hədiyyəm var. İcazə verin onu təqdim edim. Zənnimcə bəyənəcəksiniz. This is what 9 grandchildren. Mənim 9 nəvəm var. İcazə versəniz hamısını götürərdim. Sizin 9 nəvəniz var. Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. That's all right. That's good.
bəlkə də dünyanın ən bahalı sikkəsidir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə Amerika Birləşmiş Ştatları üçün də əməkdaşlıq önəmlidir, bizim üçün də. Ona görə bu nöqteyi nəzərdən keçən ildə dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Trump mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə deməli son qoydu. Bunu aradan qaldırdı. Halbuki hələ ki Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma prezident tərəfindən atılan bu addım xüsusilə mənim iştirakımla rəmzi məna daşıyır təbii ki. Prezident İlham Əliyevin Çin liderinin dəvəti ilə bu ölkəyə 2 səfəri də xüsusi vurğu ilə fərqləndirilə bilər. İqamətgahın qarşısındakı meydanda dövlət səfərinə xas olan rituallarla zəngin, möhtəşəm bir qarşılanma mərasiminə şahidlik edirik. Azərbaycan liderinin Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşündə iştirakı da üzv ölkələrin, o cümlədən Pekinin Bakı ilə əməkdaşlığı zəruri hesab etməsinin ifadəsi idi. İndi isə Pekinə yola düşürük. 120 kilometrlik məsafəni sürət qatarı cəmi yarım saata qət edəcək. Paytaxtda faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan parad keçiriləcək. İndi dünya siyasi səhnəsində hadisələr bir-birini çox sürətlə əvəz edir. Məsələn, biz indi Tianjindən Pekinə satacağımız 30 dəqiqə ərzində yeni hadisələrin baş verəcəyi istisna edilə bilməz. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində liderlər məhz bu cür proqnozlaşdırıla bilməyən hadisələrdən planetin qatarını sığortalamaq üçün bir araya gəlmişdilər. Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli cənab sədr Xi Jinping, hörmətli qonaqlar. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında sənədlərin imzalanması mərasimi başlayır. Keçən il hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanmışdır mənim Çinə dövlət səfərim zamanı və bu da çox böyük uğur kimi sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu
siyasi çərçivə və siyasi platforma əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü kimi sayıla bilər. Beləliklə, ötən illərin, o cümlədən 2025-ci ilin nəticələri 2026-cı ilində ölkəmiz üçün uğurlar ili olacağını proqnozlaşdırmağa əsas verir.